Değerli dövlət qulluğuna və magistra hazırlaşanlar, hər biriniz bilirsiniz ki, dövlət qulluğunda da, magistrda da hər dəfə bir fərqli saat sualı ilə qarşılaşırıq. Bu da onlardan biridir. Gəlin bu qəbul sualına birlikdə baxaq. Mənə nə verir və məndən nə istəyir? Mənə deyir ki, evdən saat 11:05-də çıxmalı olan adam dəqiq işləyən saatına cüzgüdə baxanda şəkildəki vəziyyət görür. Bu cüzgüdəki əksidir. Hansı vaxtda həmin adam evdən neçə dəqiqə sonra çıxmalı olduğu dəqiq vaxtı tapın. Bu mənim cüzgüdə gördüyümdür. Bəs gerçəkdə olan neçə olmalıdır? Baxın, bunlardan biri saat əqrəbidir, digəri dəqiqə əqrəbidir, düzdürmü? Bu saat əqrəbidir. Saat əqrəbi nəyin arasında? Bura 12-dirsə, 1, 2, 3. Bura 11-dirsə, bura 10-dur. Burada 9. Deməli, nə ilə nəyin arasında? 2 ilə 3-ün. Mən bunu saat cüzgü kimi fikirləşsəm, digər tərəfə döndərsəm, alaram burada. Bu nə deməkdir? 9-dan 10-un arasında. Ondasa mən elektron saatla yazanda yazıram 9 neçə. İndi digərinə baxaq. Mənim oldu saat əqrəbi. Gəlin indi birlikdə baxaq dəqiqə əqrəbinə. Dəqiqə əqrəbi burada neçənin arasındadır? Bura 8 desəm, bura 4 desəm. 8 ilə 9-un arasındadır. Cəb düşəcək 3 ilə 4-ün arasına. Eyni qayda cüzgünü belə qoyub baxırıq ki, hara düşər. Lakin hara? Baxın, təxmini buralara düşür. Bu da mənim, əgər 3-də 15 dəqiqə olursa, 3-ün üstündə 15 dəqiqə olursa, 16 yox, bunu 17 dəqiqə götürərəm. Nəyə görə? Bax, belə təxmini. Çünki tam yanında olsaydı, götürəcəkdim bunu 44, biraz aşağıda qalıb deyə bunu götürdüm, misal üçün özüm üçün 43. Burada da 2 dəqiqə aşağıda olduğuna görə 15 dəqiqə yox, 17 dəqiqə götürürəm. 9-17 qəbul elədim bunu. Neçədə evdən çıxmalıdır? 11:05-də, düzdürmü? 11:05-də də bu adam evdən çıxacaq. Nə qədər vaxt keçməlidir? 9:17-dən 11:05-ə. Baxın, burada 43 dəqiqə, 17 dəqiqəm var. 43 dəqiqə olmalıdır ki, saat olsun 10. Düzdürmü? 10 oldusa, saatın 11 olması üçün 1 saat da keçməlidir. 1 saatımı 60 dəqiqə qəbul edirəm. Plus, bir də burada 5 dəqiqəm var. 5 dəqiqə bunu qəbul edirəm. Alıram cəmi 108 dəqiqə. Yəni, A variantındakı kimi cavabımı alıram. Daha çox belə suallarla qarşılaşmaq istəyirsinizsə, qəbul imtahanına hazır olmaq istəyirsinizsə, səhifəyə keçid edin. Daha çox qəbul sualları ilə tanış olun.